Salam, hörmətli kanal izləyiciləri, xoş gördük hər birinizi. Mən Kamil müəllim, yenə də bir video ilə qarşınızdayım. İzaha keçməmişdən öncə kanalımda paylaşılan videoları bəyəndiyinizə görə hər birinizə sonsuz təşəkkürlərimi bildirirəm və kanalıma abunə olmağı, videolarımı bəyənməyi və bir-birinə maraqlı şərhlər yazmağı gözləyirəm. Deməli, bu videoda Leyli və Məcnun poeması ilə bağlı Məhəmməd Füzulinin bir məqama istəyirəm aydınlıq gətirəm. Nəzərinizə çatdırım ki, indi aydınlıq gətirəcəyim məsələ Dövlət İmtahan Mərkəzi tərəfindən bir dəfə dövlət sınavına, bu il isə qəbul imtahanına düşmüş bir necə deyirlər əsərlə bağlı məqamdır. Məsələ nədir? Leylinin ömrünün sonuna qədər Məcnunu sevib-sevmədiyini anasına etiraf edib etməməsi məsələsidir. Deməli, əsər oxuyanlar bunu bilirlər, oxumayanlar üçün də mən burada bu məsələyə aydınlıq gətirməyə çalışacağam. Deməli, Leylinin, baxın, burada hissənin adı da verilibdir, anasına vəsiyyəti və ölməsi. Əsərin sonlarına doğru biz bilirik ki, Leyli dünyadan köçür və dünyadan köçən məqamda öz anasına vəsiyyət edir və bu vəsiyyətin içərisində o həm də bir etiraf edir. Məcnunu sevdiyini anasına açıb danışır. İstəyirəm həmin hissəni oxuyun, siz özünüz də şahidi olun. Baxaq, deməli, hala ki müqərrər oldu getmək, fərz oldu bu sirri zahir etmək. Hala ki qərar verildi getmək barədə və bu sirri zahir eləmək fərz oldu. Yəni bu sirri açmaq vacib oldu. Olsun sənə ey zəifə, rövşən, kimtiği həva həlakiyəm mən. Cismimdə yox özgə dərd tabi, illa qəmi, eşq iztirabi. Gəlin bunun açıqlamasını oxuyağın. Leyli anasına deyir ki, indi getmək qərarı alındı. Sirrimi sənə açmalıyam. Məlumun olsun ki, ey xanımım, mən ruhuma sancılmış xəncərdən ölürəm. Canımda eşq qəmindən başqa özgə bir xəstəlik yoxdur. Aha, ardını oxuyuruq. Mən aşiqi zarü binəvayəm, bir mahliqaya mübtəlayəm. Sövdası ilə yox oldu varım, keçdi həvası ilə ruzigarım. Çox arizü eylədim cəmalin, birdəm görə bilmədim vüsalın. Aha, burada açıq-aşkar deyir ki, mən bədbəxt, ağlar aşiqəm, bir ay üzlünün, yəni burada Məcnun nəzərdə tutulur, vurğunuyam. Onun sevdası ilə varlığım yox oldu, ömrüm onun həvası ilə bitdi. Camalını çox arzuladım, amma bir an vüsalını görmədim. Yəni ona vəsli vüsalı, ona qovuşmaq mənə qismət olmadı. Və balaca da bu hissəni oxusaq kifayət eləyəcək. Məndəndir onun cünuni əfsun, qeys ikən olubdu adı Məcnun. Daim keçirər qəmimdə əyyam, bir gün ona hasil olmayıb kam. Risvay zamanə oldu məndən, afaqa fəsanə oldu məndən. Aha, bu açıqlama hissəsində, izah hissəsində oxuyuruq. Onun divanəliyi məndən də böyükdür. Qeys, bilir ki, Məcnunun adı Qeysdir. Qeys ikən adı Məcnun olub. Məcnun yəni Cunun dəli deməkdir. Həmişə vaxtını mənim qəmimlə keçirir. Bircə anda olsa ona kam qismət olmayıb. Mənim ucbatımdan el aləmdə rüsvay olub, əfsanələrə çevrilib. Beləliklə aydın oldu ki, Leyli həyatdan keçən zaman, dünyaya vida deyən zaman öz eşqini açıq aydın şəkildə anasına bildirir. Dinlədiyinizə görə təşəkkür edirəm. Görüşənədək.